Salamlayıram sizi əziz tələbələr. Bugün də sizlərlə xoş bir gündə, dərs prosesində görüşürük. Xoş bir gün ona görə deyirəm ki, bugün aşıq sənətinin təbliğatında həm inkişaf var, həm axsamalar var. İnkişaf maşallah, bugünkü gənclərimiz çox gözəl saz ifalar eləyir. Saz havalarını həqiqətən də yüksək səviyyədə təqdim eləyir. Axsamalar var, ona görə ki, aşıq sənətinin əsas özəllikləri var, kökdən gələn ənənələr var. Onlar bəzən arxa plana ötürülür. Bizim də əsas məqsədimiz müəllim və tələbə olaraq bunlara aydınlıq gətirmək, həm öyrənən, həm də öyrədilən öz məsuliyyətini dərk eləsin deyə bəzi açıqlamaları vermək məncə bugün tam yerinə düşər. Yəni bildiyiniz kimi aşıq sənəti zaman zaman ustad şagird ənənəsi ilə öyrədilib. Yəni kimsə öyrənmək istəyəndə gedib bir ustadın yanına, ondan xahiş eləyib və o ustaddan öyrənib, sonra ustad ona icazə verərsə məclislərə çıxıb, məclislərdə iştirak eləyib və ustad xeyir duası alıb. Bugünkü günü ustad şagird ənənəsi ali təhsil müəssisəsi ilə əvəzlənib. Yəni tələbə gəlir müəllim qarşısında aşıq sənətinin sirlərini öyrənir. Bəzən bu 4 illik mühit zaman çox qısa zamanda öyrənmək üçün nəzərə alsaq ki, bura gələn tələbə əvvəl də qismən bilir. Ancaq buranı bitirəndən sonra məsuliyyət 2 qat olur. Niyə görə ki, ali təhsil müəssisəsini bitirən tələbənin digər elmlərdən də xəbəri olmalıdır. Aşıq sənəti təkcə, belə deyim, bizim düşündüyümüz saz çalmaqdan, şeir deməkdən ibarət deyil. Onun əsas missiyaları var ki, aşıq xalq içərisində nəyə xidmət edir, ideologiyası nədir, nəyi təbliğ eləməlidir, nəyi göstərməlidir. Bu mənada mən istəyərdim ki, siz sualları verəsiz, mən həmin suallar əsasında çalışaram ki, müəyyən aşıq sənətindən bağlı bilgiləri açıqlayım. Kim sual vermək istəyir, buyursun. Buyurun, özünüzü təqdim edin. İmamquliyeva Turan 2-ci kurs tələbəsi. Türk dünyasında Quran və aşıq sənəti müqəddəs sayılır. Bunları bir-birinə bağlayan hansı xüsusiyyətlərdir? Saz da müqəddəs saymaq olarmı? Çox sağ olun, gözəl sualdır. Həqiqətən də Türk dünyasında Quran çox müqəddəsdir. Aşıq sənəti də çox müqəddəsdir. Bunun müqəddəsliyi nədədir? Gəlin bir balaca praktika ilə nəzəriyyəni uzlaşdıraq ki, həm sizlərə, həm də bizi dinləyən digər tamaşaçılarımıza aydın olsun. Quranı dəyərləndirən nədir? Onun içərisində olan kəlamlar. Bildiyiniz kimi 4 səmavi kitabı var. Zəmbur, Tövrat, İncil, Quran. Bunların hər biri çox dəyərlidir. Bunlar ağ bir kağız parçasından hamısı hazırlanır kitab. Bilirsiniz ki, ədəbiyyat kitabı var, riyaziyyat var, botanika var, həndəsə var, fizika var. Görürsünüz, hər birinin adı ayrıdır. Ancaq Quran tamam fərqlidir. Bütün elmlərin açarı və ibtidaidən aliyə doğru insanı daim inkişafa səsləyən bir elmdir Quran. Qurana biz elm kimi yanaşmalıyıq. Quranın hər bir ayələri insanı aliyə doğru dəvət edir. Aliyə doğru yönəldir. Və ona görə də Quran bizim üçün müqəddəs sayılır. Çünki insan yarandığı gündən ta ömrünün sonuna qədər inkişafdadır. Quran da həmin inkişaf yolunu göstərir bizə. Quran həm əxlaqı, təlim-tərbiyəni, həm elmi, həm Allaha Tanrıya qovuşmaq üçün olan mərhələli yolları bizə təlqin eləyir. Bu mənada Quran
içərisində olan dəyərlərə görə müqəddəs sayılır. Bəs saz, aşıq sənəti, bildiyiniz kimi aşıq sənəti İslamı ki biz qəbul eləməmişdən əvvəl aşıq sənəti Türk dünyasında tanrıçılığı təbliğ eləyərdi. Biz ki İslamı qəbul elədik, ondan sonra aşıq sənəti başladı İslam mədəniyyətini təbliğ eləməyə. İndi biraz sadələşdirək. Saz nədən düzəlir? Taxtadan. Tut və qoz ağacından. Sazı müqəddəsləşdirən nədir? Onun içərisində olan repertuarlar. Taxtadan digər alətlər də düzəlir. Tar düzəlir, kamança düzəlir, nağara düzəlir və s. və s. Ancaq yeganə, mən Türk dünyasında yox, dünyada yeganə alətdir ki, saz, aşıq sənəti. Birbaşa aşığa buta verilir və aşıq Tanrının diktəsindən öz haqq yolunda sevdiyi xanımına qovuşur. Burada mərhələlər var. Haqq aşığı olmaq üçün mərhələlər var, sınaqlar var. Həmin sınaqlardan aşıq keçməlidir. Aşığı da müqəddəs eləyən nədir? Milli dəyərlərin elmi və mədəni mənəvi təbliği. Biz deyirik, aşıq Dədə Qorquddan üzü bəri gəlib. Yəni, Dədə Qorqud dövründə qopuz olub, qolça qopuz olub, onların öz missiyası olub. İndi burada keçək bir sıra məqamlara aydınlıq gətirək. Məsələn, Dədə Qorqud dövründə qopuzla, qolça qopuzla hikmətli kəlamlar söylənlərdi. Böyük bir eli haqqa, ədalətə, müdrikliyə dəvət eləyərdilər. Bunu musiqinin sədaları altında təbliğ eləyərdi Dədə Qorqudumuz, ozanımız. Sonraki mərhələdə həmin missiyanı aşıqlar öz üzərinə götürdü. Aşıq sənətinin repertuarı çox zəngindir. Onu elə təbliğ eləyərsən, bayağı bir musiqiyə çevirilər, elə təbliğ eləyərsən, haqdan gələn bir fəlsəfi, dünya görüşün formalaşmasına xidmət edən bir musiqiyə çevirilər. Bu mənada aşıq sənəti bir mənalı olaraq mənim üçün müqəddəsdir. Yəni, özünü dərk eləyən üçün müqəddəsdir. Ona görə ki, onun içərisində olan kəlamlar, ədəb, ərkan, haqq, ədalət, ərazilərimizin bütövlüyünü tərqin etmə, dilimizin saflığını qoruma, yaşatma, böyüyə kiçiyə olan necə yanaşmaq, necə müraciət eləmək, ədəb ərkanı və musiqi ilə sözün vəhdəti. Bir anlıq götürək ki, Türk dünyasının böyük sənəti olan aşıq sənətini kənara qoyaq. Tamamilə bir boşluq yaranır. Tamamilə bir boşluq yaranır. Bəs müqəddəs deyiləndə sənin varlığını, sənin vücudunu, vəhdətini, elmini, dünya görüşünü, ruhunu, hamısını bir yerə cəm edərək öz içərisində yaşadan və ötürən bir müqəddəs alətdir. Biz dədə babalardan eşitmişik deyirlər, çörək müqəddəsdir. Amma gəlin baxaq, hər kəs üçündürmü o? Eləsi var ki, o dəyəri dərk eləmir. Onu sadəcə bir qida mənbəyi kimi. Amma o qida mənbəyi səni yaşadır. O şeylər ki, səni mənəvi və maddi yaşadır, onun dəyərini bilmək lazımdır. Bu mənada mən hesab edirəm ki, aşıq sənəti, daha geniş izah vermək olar, aşıq sənəti sözün əsl mənasında müqəddəs bir sənətdir. İndi kim onu necə dərk eləyirsə, necə təbliğ eləyirsə, o səviyyədə də görür. Bayaq dedim, Şah İsmail Xətaydan üzüb bu günümüzə qədər aşıq sənəti çox keşməkeşli yollar keçib. İnkişaf mərhələləri olub, enən dövrləri olub, qalxan dövrləri olub.
Ancaq heç bir zaman aşıq sənəti məhv olmayıb, məhv olmayacaq. Çünki bu millətin, bu xalqın ruhudur, dilidir, vuran nəbzidir, qanıdır. Bu millət neçə ki var, aşıq sənəti də var. Ona görə aşıq sənətini bir mənalı olaraq, bəli, müqəddəs hesab etmək olar. Məhz Qurbaniyə buta veriləndə, haqdan gələn o buta, Həzrət Əlinin vasitəsilə Qurbaniyə yuxuda buta veriləndə, Qurbani öz sevgilisinə qovuşanda, elə Abbasda, Tufarqanlı Abbasda öz sevgilisinə qovuşanda, onun içərisində olan o ibrətamiz kodlar ki var, bizi aliliyə doğru səsləyən, o kodlar təsadüfi deyil axı. O təsadüfi olmayan kodları biz dəyişə bilmərik axı. İstəsək belə dəyişə bilmərik. Ona görə dəyişə bilmərik ki, o bizim varlığımızdır. Sözdə deyə bilərik, amma daxilən dəyişə bilmərik. Aşıq sənəti türkün özüdür. Türk varsa aşıq sənəti var. Bir mənalı olaraq türkün doğuşundan onun sazı da olub. Belə cavablandırardım. Buyurun, növbəti sual. Hacı Rəfmanov 4-cü kurs tələbəsi. Azərbaycan gəncləri arasında aşıq sənətinin bayaqlaşmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Çox sağ ol. Azərbaycanın, bayaq qeyd elədim, çox istedadlı gəncləri var. Həddən artıq istedadlı gəncləri var. Lakin aşıq sənətini təbliğ edən, düzgün bilib təbliğ edən gənclərimiz azdır. Bunun bir səbəbi mühitdən irəli gəlir. Digər bir səbəbi həmin o ifaçının özündən. Biraz sərt deyəcəm, amma reallıqdır. Ailə tərbiyəsindən. Aşıq sənəti bir nəfərin istədiyi sənət deyil ki, onu istədiyi kimi təqdim eləsin. Əgər aşıq sənətinin o böyüklüyünü dərk eləmirsənsə, gəlmə bu sahəyə, get öz dərrəkan səviyyəsində dərk elədiyin yüngül musiqilərə. Aşıq sənəti 5 müqəddəs prinsipi özündə birləşdirir. Bu 5 müqəddəs prinsipin əsas mahiyyətini dərk eləməyən heç vaxt sazı və aşıq sənətini düzgün ifa eləyə bilməz. Ona görə də bugünkü gənclərimizin çoxu 5-10 manat toylarda pul qazanmaq üçün yalnız o istiqaməti götürür. Amma gəlin baxaq keçmişə, aşıqlar toylarda olmurdu mu? Olurdu. Nə oxuyurdu? Yüngül mahnılarda oxuyurdu, ağır mahnılarda oxuyurdu, ibrətamiz sözlər də deyirdi, bəzən baməzə sözlər də deyirdi, bəs qaravəllər var, aşıqların dilində dastanlar var, lətifələr var. Bunların hamısı bir janr olaraq həm aşığın özünü, həm də tamaşaçını yormasın deyə sistemli şəkildə istifadə olunurdu. Hər bir sənətkar öz mühitinin yetirməsidir. Hər bir sənətkar öz mühitində formalaşır ilkin olaraq. Sonra o cəmiyyət içərisində çıxır və cəmiyyət içərisində formalaşır. Əgər sən öz mühitində formalaşa bilməmsənsə, düzgün və doğru. Deməli, cəmiyyət içərisində də sən yanlış bir hərəkətlərə yol verəcəksən. Necə ki, bugünkü günü bəzi gənclərimiz o cür sazı ifa eləyir. Məsələn, bir nümunə deyəcəm. Götürürlər sazı, bir muğam parçaları ifa eləyirlər. Baxırsan, deyirsən, nə gözəl, gözəl ifadır, həqiqətən, xoşun gəlir. Keçir saz havasına qulaq asmaq istəmirsən, deyirsən, bu bayaq ifa eləyən idi. Nə bərbat gündə ifadır, belə ifa olar. Bu nədən irəli gəlir? Sevgidən. Onu sevmədən sən istifadə edirsən, ona görə. Niyə? Çünki bilirsən ki, o saz, o muğam, o ifa, o səs, o ifadə, 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 o
bir parça ya toy mahnısı, ya nəsə əlavə bir şey ifa eləyəcəksən, səni aparıb kimsə 5-10 manat pul verəcək. Amma təmiz, gözəl sənəti ifa eləmək üçün sən gərək əziyyət çəkəsən. Onda bəlkə də 5 dəfə, 10 dəfə artıq o pul qazanacaqsan. Amma əziyyət çəkmək istəmirsən. Çünki asan yolunu götürürsən. Bir də problem nədədir? Məsələn, səsi yoxdur. Deyir, səsim yoxdur onsuz da, mən nə edirəm şeir öyrənib? Deməli, bu özünün bir ifaçılıq tərəfini götürür və yarımçıq olur. Bir ifaçı olan aşıq yarımçıqdır. O, istər-istəməz başqa bir oxuyanın yanında ancaq bütövləşə bilir. Bir saz ifaçısı şeir deyə bilmirsə, ifa etdiyi havaları oxumaq yolunu bilmirsə, o bu sənətdə heç bir halda bilirəm sözünü deməməlidir və onun sazdan xəbəri yoxdur. Ustadlarımız belə bir söz deyirdi. Hər bir aşıq bir havaya 3 şeir formasını 3 fərqli boğazda oxumağı bacarmalıdır. Mən sual verdim ki, ay ustad, niyə məhz 3? Misal üçün, götürək Ağır Şərili. 3 başqa-başqa şeir təbii ki, qoşma oxunur. 3 başqa-başqa şeiri Ağır Şərili üzərində fərqli boğazlarda, fərqli üslublarda oxumağı bacarmalıdır. Deyirdim ki, nəyə görə? Bəs bir dənəsini oxusa bəs eləmirmi? Deyirdi, yox bala. Ona görə ki, hər şeirin içərisində, əvvəldə, ortada və sonda bölünmə məqamları var. Yəni, sazın ifasıyla, aşıq havasıyla sözün özünün melodik bölünmə prinsipləri var. O, hər şeirdə biraz fərqli olur. O fərqli olduğuna görə də, əgər xatırlayırsınızsa, dərs prosesində mən bir havaya bir neçə şeirlər oxuyuram və oxunuş zamanı görürsünüz ki, fərqli-fərqli oxuma meydana gəldi. Bu nədən irəli gəlir? Sözdən. Və ona görə üstadlarımız deyirdi ki, bir havaya 3 şeir bilmirsənsə, deməli sən aşıq sənətini mükəmməl bilmirsən. Təsəvvür eləyən, biz deyirik 72 hava. 72-dən çoxdur, 200-ə yaxın havamız var. İndi belə götürək. Götürək 72 ilə. 72 hava, hər havaya 3 şeir. Bugünkü gəzlərimiz bilir. Heç 3 şeir yox, 1 şeir bilir. Əksəriyyəti bilmir. Bu nədən irəli gəlir? Əziyyət çəkmək istəmir. Niyə əziyyət çəkmək istəmir? Bu sənətə sevgisi yoxdur bir mənalı olaraq. Nemət Qasımlı olaraq deyirəm. Mənim indiyə qədər səhnələrdə, efirlərdə, digər tədbirlərdə bayağı saz ifamı eşitmişsiniz? Heç eşitməyəcəksiniz də. Niyə? Saz mənim üçün müqəddəs və o mənim sevdiyim bir musiqi alətidir. Mən sözün əsl mənasında saz sənətini sevirəm. Sevdiyim üçün də imkan vermərəm ona xələl gəlsin. İnsan sevdiyini qoruyur. Sözün bitdiyi an. Növbəti sual. Abdullayeva Milli 2-ci kurs tələbəsidir. Bugünkü gün bəzi aşıq havaların adını dəyişirlər. Məsəl üçün, Keşoğlu'na Oğuzoğlu, Gödək Donuya Təbrizi və s. Bunlar nə dərəcədə doğrudur? Çox sağ olun. Bu da çox aktual suallardan biridir. Deməli, son dövrlərdə bəzi saz ifaçıları yox, bəzi tədqiqatçılar havaların adını dəyişməklə məşğuldur. Niyəsi, nə üçünü özü bilər, Allah bilər. Ancaq bir sözü deyəndə gərək onun bir dayanacaq, söykənəcək yeri olsun. Yəni dəlil olsun, faktı olsun. Yaşım az deyil, yaşımın imkan verdiyi qədər də bütün ustadlarla görüşmüşəm. Məndə lent yazıları var, kasetlər var, görüntülü yaxud da səs yazmasından olan. Bunlara da əlim çatmayanda öz dəftərimdə qeyd elədiyim. Yəni, böyük bir mənim arxivim var. Heç bir aşıq, məsələn, adı dəyişilən o havaları, dediniz, Gödək Donuya Təbrizdə deyilir.
Təbrizi deməyiblər, ona Gödəkdonu deyiblər. Keşoğlu deyiblər, Oğuzoğlu deməyiblər. Məsələn, Aran gözəlləməsinə köhnə gözəlləmə deyirlər. Bu Aran gözəlləməsidir. İndi mən izahını verim. Birinci dedim ki, heç bir aşıq bu cür deməyib. Köhnə gözəlləməni deyiblər, onun açıqlamasını verəcəm. Keşişoğlu adını Oğuzoğlu eləməklə məsuliyyətdən yaxamızı qutardıq demək deyil. Keşiş adından kimin xoşu gəlmirsə, geçsin, birinci ustad aşıqlarının arxivlərinə baxsın, ikinci dastanlarımıza müraciət eləsin. Bizim dastanlardan gəlmə havalarımız var. Koroğlu dastanından gəlmə 7 Koroğlu havamız var. Əsli və Kərəm dastanından gəlmə 7 Kərəm havamız var. İndi onun sonradan qondarma variantlarla sayı qaldırırlar, ancaq onun müqəddəsliyini bilmədikləri üçün ona toxunurlar. Elə 7-dir, 7-dir, vəssalam. Toxunmaq olmaz, bacarsansa yeni hava yarat. İndi burada söhbət nədən gedir? Əsli və Kərəm dastanından gəlmədi Keşişoğlu havası. Ustadlarımız bu adı təsadüfən verməyib. Biz onun tarixinə getməliyik, tarixini öyrənməliyik. Havanın adını dəyişdik Oğuzoğlu deməklə biz nəyəsə nail mi oluruq? Onda dastan üzərindən xət çəkirik. Bu tamamilə yanlış yanaşmadır. Gödəkdonu Təbrizi deyirlər, indi paralel son dövrlər bir çaşqınlıq da burada yaranıb. Axı heç bir ustad aşıq buna Təbrizi deməyib. Bu hardan çıxdı birdən-birə? Gödəkdonu adından xoşun gəlmir. Gödəkdonu güya ki, donun qısa olmağı bu cür əsaslandırırlar. Tamamilə yanlışdır. Burada geyimin heç bir dəxili yoxdur. Birinci, Gödəkdonu bildiyiniz kimi bizim aşıq havalarında yer adından olan havalarımız var. Məsələn, Naxçıvanı, Göyçəgülü, Göyçə gözəlləməsi, İncəgülü, Şirvan gözəlləməsi və s. və s. İnsan adından olan, yəni yaradıcının adından olan havaları var. Hüseyni, Cəlili, Bəhməni, Mansırı və s. və ilaxır. Bir də şeiriyyat, yəni şeir janrının adından olan havalar var. Məsələn, divanidir, təcnisdir, gəraylıdır, müxəmməsdir və s. və s. Bir də, məsələn, bizim sartel havamız var. Baş sartel, orta sartel. Yəni, bunun da yozumları var. Hansısa bir gözəlin adından bağlayırlar. Onun yaraşığına, gözəlliyinə həsr olunduğunu deyirlər. Belə də mahalların adından olan, elin obanın adından olan ustadlarımız deyirdi ki, Gödəkdonunun mahal adından bağlıdır. Ancaq aşıq sənətində belə bir məqam var. Biz dastan danışırıq. Dastanın içərisində zil havalar oxunur. Bəm havalar oxunur. Məsələn, götürək, Koroğlu dastanını danışırıq. Misri oxuduq, zildən. Koroğlu zəngi oxuduq, zildən. Koroğlu sürtməsi oxuduq, zildən. Bozğu oxuduq, zildən. Məmməd Hüseyni oxuduq, zildən. Aşıq insandır, aşığın fizik gücü buna çatmaz axı. Arada bizə lazımdır nə? Qısa havalar olsun ki, aşığın boğazı biraz dincəlsin. Buna görə də belə qısa havalar var. Gödəkdonu həm mahal adından bağlıdır, həm də qısa olduğuna görə. Və məsələn, Paşa Köşkdə havamız var, qısa havadır. Turacı havamız var, qısa havadır. Bu havaları bugün kimsə artırmaq, genişləndirmək iddiasındadır. Necə artırır? Digər bir havadan qoşur ona, dəqiqə doldurmaq. Ancaq onların aşıq sənətindən, dastançılıqla məlumatı zəif olduğuna görə o başa düşmür ki, bu aşığın zil havalardan sonra dayana bilməz ki, mənim boğazım yoruldu. Mən 5 dəqiqə istirahət edeyim. Ona görə onun istirahəti zil havadan sonra bəm havalara keçiddir. Bəs nə üçün Qarabəlli danışılır?
Dastanın içərisində nə üçün Qarabəlli danışılır? Nə üçün lətifələr danışılır? Mühitə uyğun, vəziyyətə uyğun. Nə üçün orada oyun havalarına keçid olur? Bunlar həm aşıq sənətinin sinkretikliğini, yəni bütün janrları özündə birləşməsini təlqin eləyirsə, digər tərəfdən sənətkarın məclisin sonuna qədər mükəmməl, profesional məclisi aparmağına xidmət eləyir. Çünki nəzərə alsaq ki, o zaman məclis 40 gün 40 gecə olardı. Sonra endi 7 gün 7 gecəyə, sonra endi 3 gün 3 gecəyə, sonra endi 1 gün 1 gecəyə, bugün isə bir neçə saat. Məhz bu ənənə zamana görə dəyişsə də sənətin o prinsipləri dəyişməz olaraq qalır. Birbaşa sən hansısa bir havanı zildən oxuyub sona qədər çata bilməzsin. Boğazın yorulur, səsin yorulur. İkinci, üçüncü havada tamamilə dayanarsan. Ona görə əvvəl bəmdən başlayırsan, sonra zilə gedirsən. Məhz bu havaların adının dəyişməsinin arxasında bu qaydaları bilməmək durur. Bugünkü cavanlarımız da baxır kiminsə ağzından o cür deyimi eşidir və düşünür ki, hə, yəqin belədir. Aşıq sənəti unutmayaq. Ustad şəhid ənənəsi ilə nəsildən nəsilə ötürülmə yolundan gəlir. Mən razılaşaram səninlə, mənə biz edənə ustad aşığın dediyi cümləni ortalığa qoy. Deyə bilərsiniz, Təbriz adından ehtiyat olunmuşdu Rusun ki, bizi 200 il işğal altında saxlamağı, razıyam. Onda Osmanlı divanisinin adını dəyişmişdilər. Bəs niyə Osmanlı divanisinin adı yaşadı? Bəhər divani qoydular, ayaq divani qoydular. Amma uzqarlarda ustad aşıqlarımız Osmanlı divanisinin adını yaşatdı. Niyə? Türk qardaşlarımızın eyni millət olduğumuzu bizə unutturmaq üçün havanın adını dəyişirdilər. Amma belə bir fakt yoxdur ki, Gödəkdə onun adı Təbrizidir. Keşoğlu'nun adı Oğuz oğludur. Onsuz da bu havaların hamısını yaradan Oğuz oğludur da. Biz Oğuzların havalarıdır da bu. İndi keçirəm aran gözəlləməsindən köhnə gözəllənməsi. Daha çox mübahisə doğuran. Deyirlər ki, köhnə gözəllənmə. Mən ustad aşıqların çoxunun dilindən eşitmişəm. Onlarda belə bir prinsip olub. Özündən sonra gələn əksəriyyətini də qoy orasını deyim. Əlimdə lent yazıları var. Əksəriyyətində özündən sonra gələn gənc öyrənənləri çaşdırmaq və mübahisəli məqamlara salmaq üçün havaların adını bəzən bilərəkdən yanlış təqdim edirlər. Yenə deyirəm, mənim əlimdə səs yazılarından var. Özü də ən böyük ustad aşıqların dilindən. Və bəzən mənə də deyiblər onu. Nemət müəllim, hərdən tələbələrə yanlış öyrət. Demişəm, niyə? Qoy onlar sənə uduzsun. Dedim, onların uduzmağı Nemətin uduzmağıdır. Nemət heç vaxt elə ola bilməz. Mənim tələbəmin qalibiyyəti mənim qalibiyyətimdir. Hər bir tələbə müəllimin güzgüsüdür. Kim o adı şərəflə daşımağı bacarırsa yol açıq olsun. Kim bacarmırsa çəkilsin, geçsin. Bu sənətdə olmasın. O daha gözəl olar. İndi keçirik məntiqi bir izaha. Baş sartel var? Var. Orta sartel var? Var. Nəyə görədir? Sazın baş pərdə kökünə görə, orta pərdə kökünə görə. Baş müxəmməs var? Var. Orta müxəmməs var? Var. Bu da nəyə görədir? Baş pərdə kökü, orta pərdə kökü. Ağır şərili var? Var. Yüngül şərili var? Var. Şərili əslində ağır şərurdur. Aşıqalının Naxçıvana, o vaxtı Türkiyəyə ki keçəndə Naxçıvana gedir, oradan Türkiyəyə gedir. Naxçıvan elinin ona böyük hörmətindən doğaraq onların şərəfinə yaratdığı havadır. Havalar bir-birinə yaxındır. Ümumiyyətlə yadınızda saxlayın bir şeyi. Bir ustadın yaratdığı iki hava varsa onlar bir-birinə yaxın olur. Yəni bir atanın iki evladı. Deməli, torpaq adından olduğuna görə burada baş ya orta ya aşağı sözü işlədilmir. Ağır şərli, yüngül şərli. Naxçıvanı, köhnə Naxçıvanı, yəni baş kökdə olan
Birinci yaradılandı köhnə Naxçıvanı, ikinci kökdə olan orta pərdə kökündə Naxçıvanı. İndi məntiqi bir sual. Aran gözəlləməsinə deyirlər köhnə gözəlləmə. Mən razıyam. Onda yeni bir gözəlləmə havası olmalıdır. Buyurun təqdim edin. Ay köhnə gözəlləmə deyən ifaçılarımız. Mənə əsaslı olaraq ortalığa dəlil qoyun ki, mən bu qədər faktları qoydum ortalığa. Köhnə gözəlləmə olanda yeni bir gözəlləmə adında hava olur. O yeni bir yaranmış havanı mənə təqdim edin ki, mən buna deyim köhnə gözəlləmə. Axı bu köhnə gözəlləmə deyil. Bu aran gözəlləməsidir. Hə, o başqa məsələ ki, köhnə üslubda çal. Yəni çox yenilik eləmə, çox improvizə eləmə, çox müasirlik qatma. Məsələn, bəzən bizə deyirlər ki, bir köhnə üslubda urfani çal. Yəni bugünkü gəncliyin barmağı, biləyi həddən artıq güclüdür. Oxuma, şeiriyyat yoxdur deyə, gücü verib ancaq çalğıya. O improvizə ilə barmaq oyunundan məşğuldur. Amma havanın ruhu qalır kənarda. Oxu deyəndə həmin çaldığın havanı, oxu deyəndə deyir oxumaq bilmirəm. Məsələ aydındır. Yaxud da oxumaq yolunu bilirsə, oxu deyəndə qayıdır ifanın tərzini dəyişir. Bəs bayaq sən başqa cür çalırdın. Başqa bir templə, başqa bir barmaqlarla. İndi həmin havanı oxu deyəndə sən havanı tamamilə 90 dərəcə çevirdin, başqa çaldın. Deməli, burada nədir? Həmin o sənətçinin mühitə görə çalğı imkanını göstərmək improvizəsidir. Amma yaxşı tərəf odur ki, oxumaq yolunu bilir deyə onu da sübut eləyə bilir. Bax, havaların adının dəyişməsindən bağlı daha çox danışa bilərəm, daha çox izahlar verə bilərəm. Məncə bu qədər yetər. Mən bir daha sizə deyirəm, mən sizə havanı öyrədirəmsə, adını deyirəmsə bu cür deyin, siz o cür də deyin. Harda sizə əks geçsələr ki, o havanın adı elə deyil, deyin ki, Nemət müəllim bizə bu cür öyrətdi və bu cür dedi. Verin telefonumu, mənə zəng eləsin, əsaslandırsın, görüm nəyə əsasən deyir. Mən özümdən demirəm. Mən böyük ustadların qoruduğu ənənəni, qoruduğu yolu, qoruduğu adı özümdə əxs eləyərək siz zamanlara, siz gənclərə ötürürəm. Növbəti sual. 4-cü kurs tələbəsi Mamadov Yaşar. Müasir dövrümüzdə gənclər arasında dastansal ənənələrinə niyə bir o qədər də maraq göstərilir? Çox sağ olun. Bu da çox gözəl sualdır. Dastan nə zaman yaranır? Gəlin buradan başlayaq. Dastan ərazilər böyük olanda yaranır. O zaman ki, bizim ərazilərimiz çox böyük idi, onda dastanlarımız yarandı. O zaman ki, ərazilərimiz parçalandı, işğala məruz qaldı, kiçildi, dastanımız yaranmadı. Bu ilkin olaraq. Dastanın çox adam özünü elmli sayaraq, müasir sayaraq, güya hamı texnika mütəxəssisi olmalıdır. Artıq dastan dövrü deyil, şeiriyyat dövrü deyil, musiqi dövrü deyil deyə əslində səni özündən qoparır. Mənə elə gəlir ki, dastana bugün xüsusilə biz qayıtmalıyıq. Dastanlarımızın içərisində elə kodlar var ki, elə mesajlar ötürülür ki, onu dastan dilindən ötürməsələr, o bugünə gəlib çata bilməzdi. O dastanı da məhv eləyərdilər, o aşığı da məhv eləyərdilər. Amma ona dastandır deyə göz yumdular. Kimlər? Bizi işğal eləyənlər. Və dastanımızı da bir növ bayaqlaşdırmağa çalışdılar. Nəyə görə? Güya uzundur. Əslində uzun deyil. Dastanın içərisində olan kodlar sənin kimliyini, mənliyini, qürurunu özünə qaytarır. Dilini qoruyur. Dastanda belə bir qayda var. Dastan danışarkən qeyri dildən istifadə edə bilməzsən. Ancaq öz dilində, təmiz və dastanın gözəlliyi nədir?
dastan hansı mühitdə yaranırsa, həmin dildə danışmalısan. Məsələn, Tvarqanlı Abbas İsfahan, Təbriz, Cənubi Azərbaycanımızda yaranıb. Oranın ləhcəsindən danışılmalıdır. Aşıqalı dastanı Göyçədə yaranıb. O dildə danışılmalıdır. O ləhcədə danışılmalıdır. Bilirsən, dastan hər bir mühitin dilinin gözəlliyini qoruyur. İndi gəlin aydınlıq gətirək. Bugün dastan niyə danışılmır? Birinci, əvvəl qeyd elədim, hər bir sənətkar mühitində formalaşır, mühitin tələbi nədirsə ona uyğun öyrənir. Ancaq mütəxəssis elə olmamalıdır. Sənətin daşıyıcısı elə olmamalıdır. Yəni, məndən nə istəyirlər, mən onu öyrənim, digər mənə lazım deyil düşüncəsindən bu sənətə yanaşmaq olmaz. Niyə olmaz? Çünki sən bu sənətin məsuliyyətini dərk eləyib özündən sonraki nəsilə ötürməlisən. Sən öyrənmirsənsə bu sənətə niyə gəlmirsən? Zəhmət çək. Başqa bir sahəyə get. O həqiqətdir ki, günümüzdə elektron dövrüdür, internet dövrüdür. Hər kəsin dünyanın istənilən bir yerindən maraq dairəsi var. Nəyəsə girir, baxır, zaman azlığı var. Olsun, məyər dastanı Nemət Qasımlı toyda danışmaq üçün öyrənməlidir? Xeyr. Dastanı ona görə öyrənirsən ki, dilini qoruyursan bir. Çünki dastan, bayaq dedim, dili qoruyur. Ədəb ərkanını qoruyursan 2. Milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilirsən 3. Ərazilərimizin xəritəsi dastanlarda çəkilib, onların məlumatın olur və özündən sonraki nəsillərə ötürürsən 4. Dastanlarda haqq aşıqlığı var, haqqa qovuşma var. Təmiz, pak sevginin nə olduğunu dərk edirsən və real həyatda mən də haqq aşıqlarının getdiyi yolu getməliyəm, yolunu tutursan. Dastan sənin kimliyini özünə bir daha xatırladır. Mən kiməm? Hardan gəlmişəm? İndi hardayam və hara gedirəm? Həmin yolu dastan bizə göstərir. Ona görə bugünkü gənclərimiz əlinə əsas düşüb ki, heç harda qulaq asılmır. Qulaq asılmır, sən öyrən, axı sən bu sənətin daşıyıcısısan, sən bunu nəsildən nəsilə ötürən bir sənətkar missiyasını öz üzərinə götürmüsən. Bunu sıravi bir adam bilməsə, deyər ki, o başqa bir sahənin adamıdır. Axı sənin əlində sazı var. Bir də onu deyim ki, dastanlarımız o qədər böyükdür ki, ən bizim belə görkəmli ustad sənətkarlarımız onun ikisini, üçünü mükəmməl formada, tam formada bilib. Digərlərindən müəyyən qədər biliblər. Yəni, dastan sözdə deyildiyi kimi elə də asan bir məsələ deyil ki, sözünü əzbərləyə bilərsən. Onun içərisində şeirlər var. Onun içərisində ötürüləcək mesajlar var. Onu çatdırmalısınız. Bax, mən sizinlə 4-cü kurslarından dastan keçəndə, məsələn, Ələsgərlə Səhnəbanının sevdası. Orada 4-5 cümləni olur ki, saatlarla biz təkrarlayırıq. Niyə? Birinci, Göyçənin dilini, mühitini dərk eləməliyik. Siz o mühitə girməlisiniz. İkinci, Ələsgərin yerində olmağı sən bacarmalısan. Bacarmasan, sən onu təqdim eləyə bilməyəcəksin. Üçüncü, sən onu elə təqdim eləməlisən ki, onu elə yaşamalısan ki, sənə qulaq asan, vaxtı unutsun, vaxt barədə düşünməsin, hər şeyindən keçsin ki, nə gözəl danışır, nə gözəl izah eləyir. Bax, bu səbəblərdəndir ki, bugünkü gənclərimizin əksəriyyəti qulaq asılmırdı, belə yaxasını çəkir kənara. Sən elə danış ki, qulaq asılsın. Bir də ki, digər janrlar da var. Onda bizim Mansuri havası var, Bəhmanı havası var, Köroğlu sürtməsi var, Ərəb havası var, Van ağzı var və s. və s. və s. Dol hicranı və s. və s. Bu havalar da qulaq asılmır deyək. Unudaq çalmayaq.
Elə 15-20 hava üzərində davam eləyək, olmuraq elə. Sənətkarsansa, o missiyanı üzərində götürmüsənsə, sona qədər sənətin tələb elədiyi nə varsa, qulaq asıldı, asılmadı. Sən onu öyrənməlisən, ötürməlisən. Yüzlərlə tələbənin içərisindən 1 və 2 tələbə mükəmməl çıxır, o da bəs eləyir. Bugünkü günü əgər aşıq sənətinlə bağlı mükəmməl təqdim eləyənlər və bilənlər siyahıya alınası olsa, 8-9 nəfərdən o yana keçmir. Dəfələrlə bunu mən özlüyümdə saymışam, bir də düşünmüşəm ki, yəni bu qədər mi az, bu qədər mi məhdud? Amma görmüşəm ondan o yana keçmir. Bu reallıqdır. Saz havalarını mükəmməl bilsin, mükəmməl təqdim eləsin, şəxsiyyət olaraq, aşıq kimi, Aşıq Ələsgərin dediyi kimi, pürkəmal olaraq, ədəb ərkanını. Və aşıq sənətinin tələbi içərisində olan şeiriyyatlar, dastanlar mütləqdir, bilinməlidir. Biraz az bilərsən, biraz çox bilərsən, amma onu təqdim eləmək məsələsi var. Bəzən bugün bir-birinə deyirlər ki, sən filan havanı bilirsənmi? Güya kimsə 70 hava bildi, kimsə 50 hava bildi. Bu 70 hava bilən daha mükəmməldir. Xeyr, elə deyil. Baxır, sən onu nə cür təqdim edirsən? Sənin mükəmməlliyin, sənin ustadlığın necə təqdim eləməyindədir? Sənətkarlığın necə təqdim eləməyindədir? Ola bilər ki, sən 200 hava bil, heç onun birini də normal təqdim eləmək kimə lazımdır ki o? Deməli, heç nə bilmirsən. Bax, bugünkü günü də aşıq sənətimizdə müəyyən olan o bəzi inkişaf və bəzi çatmayan cəhətlər, mən inanıram ki, zaman içərisində elə güclü ifaçılar yetişəcək ki, o zəiflər özü utanaraq geri çəkiləcək. Bunun ən gözəl yolu odur. Yəni, başqa cür mümkün deyil. Çünki efirlərimizdə elmi və məntiqi sual verən aparıcımız yoxdur. Bugün aparıcı bir sənətkarı dəvət eləyir, ona bir sual verir, sənətkardan qabaq özü cavablandırır. Başa düşmədim, sən özü təqdim eləyirsən. Sualı vermirsən, icazə ver, sənətkar sualını cavablandırsın. Ona görə də sənətkarın da bəzən o qarşısını kəsən məhdudiyyətlər onu arxa plana tullayır. Amma elə olmamalıdır. Sənin sənətin varsa, sən Allahın sevdiyi bəndəsən. Sənin istedadın varsa, sən Allahın sevdiyi bəndəsən. Sən xoşbəxti səni, onu yaşayaraq təqdim eləməlisən. Falan kəs necə saz çalır, falan kəs geyimi necədir. Bu sual deyil. Bu sənətkara yaraşan sual deyil, efirə yaraşan sual deyil. Sən mənə sual ver Şah İsmail Xətaydən. Sən mənə sual ver Tufarqanlı Abbasdan, Qurbanidən, Xəstə Qasımdan, Ağaşıqdan, Aşıqalıdan, Aşıq Ələsgərdən. Bundan sual ver, bundan cavab al. Axı o sualı vermək üçün gərək aparıcının özünün də bir elmi təfəkkürü olsun. Ona görə də biz bugün nə internetə, nə efirlərə arxain olub istiqamət götürməməliyik. Bizim yolumuz haqq yoludur sözün əsl mənasında. Haqq aşiqliyinin getdiyi yoldur. Bacarırsansa yolun açıq olsun, buyur get. Bacarmırsansa sazı qoy gedənlər geçsin. Kimin sualı var? Buyurun. Məhərrəmzadə Əbid, 4-cü kurs tələbəsi. Ustadnamələrin dastanlarımızda deyilməsinin mənası nədir? Çox sağ olun. Bu da sözün əsl mənasında günümüzdə aktual olan məsələlərdən biridir. Biz dastan danışarkən əvvəldə ustadnamə deyirik. Bu ustadnamə hansı önəmi daşıyır? Bildiyiniz kimi ustadnamə ustad kəlamı deməkdir. Yəni ibrətamiz sözlərin ötürülməsi. Aşıq məclisə girərkən nədən ustadnamə ilə başlayır? Musiqidə belə bir prinsip var. Sadədən mürəkkəbə doğru prinsipi.
Yəni biz sadədən başlamalıyıq ki, sonra mürəkkəb proseslərə gedəndə həm bizi dinləyən tamaşaçılarımızı, həm də özümüzü o məqama hazırlayaq. Siz fikir verirsinizsə, dastan danışarkən fərqli-fərqli ustadnamələr deyilir. Hər bir burada dastanın içərisində olan sujet xəttinə görə ustadnamə seçilir, bu bir tərəfi və qarşında olan auditoriya ki var, göz gəzdirmək üçün auditoriyanın psixoloji tərəflərini sən öyrənirsən ki, psixoloji tərəf onun nəzərdə tutulur ki, yəni mən nədən başlayım, nədən davam eləyim ki, sona qədər məni dinləsinlər. O məqamı sən qazanmaq üçün ustadnamə deyirsən. Bu, niyə bir dənə ilə kifayətlənilmir, 3 dənə deyilir? Çünki biz deyirik, aşıq haqq aşığıdır, el anasıdır, el atasıdır, müəllimdir, psixologdur, aktyordur, rejissordur. Belə bütün janrları özündə birləşdirəndir. Məsələn, deyir ki, yaxşı fikir elə qafil dolanma qəlbini şeytandan, yad elə insan, halal yaşa bir kimsədən utanma, yıxma könülləri şad elə insan. Dediyin dastanın ruhuna uyğun olmalıdır. Yəni, dastanın içərisində insanlıq kodundan kənar hərəkət edənlər var. Yəni, şərlə xeyri mübarizəsi. Daha çox elə məqamlar var. Ona görə dastanın içərisindən məlumat verir ki, burada qara qüvvələr var. Həm də oturan auditoriyanı özünə ram eləmək üçün ki, görüm, mən burada Qurbani dastanını mı danışsam daha yaxşı olacaq? Köroğlunu mu danışsam yaxşı olacaq? Əsl Kərəmi mi danışsam, yaxud Aşıq Qərbi mi danışsam? Ona görə birinci ustadnamə deyilir. Baxır, reaksiya necə gəlir, özü o gərginlikdən çıxır, çünki dalından oxumaq gəlir. Məsələn, qadir Allah budur, səndən diləyim, sən mərdi namərdə möhtac eyləmə. Qeybi xəzinəndən yetir ruzisin, sən mərdi namərdə möhtac eyləmə. Əsl Kərəm dastanında daha çox bunu deyirlər. Niyə? Mərd-namərd mübarizəsi gedir. Bir də ustadnaməni 3 dənə ona görə deyirlər ki, aşığın boğazı praktikada, təcrübədə boğazı yavaş-yavaş oxumağa hazırlansın. Siz özünüz, öz üzərinizdə bu təcrübəni yoxlaya bilərsiniz. Məsələn, hansısa bir məclisə girəcəksiniz. Birbaşa oxuyanda görəcəksiniz ki, əgər məsuliyyətiniz varsa, sizdən asılı olmadan bədəndə bir titrəmə yaranır. Bir həyəcandan bədən əsir, parmaq əsir, səs əsir. Amma bir bənd, 2 bənd oxuyandan sonra düzəlir. Deyirsən, ay Allah, kəş təzdən oxuyardım. O birinci bənddə, ikinci bənddə olan o qüsurlarım olmazdı. Bu nədir? Ustadnamə ilə o itir. Ustadnaməni deyəndə sən o bədənin həyəcanlı məqamlarını həm də çıxarırsan, danışıqla. Ona görə ustadlar gör necə gözəl və gör necə mükəmməl bunu hesablayıblar. Bir dənə ilə olmur. Mənim bu dərsimdən sonra siz başqa bir mühitdə məclisə düşəndə onu bir öz üzərinizdə keçirin. İnsan nə qədər oxumamışdan qabaq şeir desə, məhz şeir, həmin o repertuara uyğun. Şeir desə, o qədər o rahat olur, o qədər o bədəndən olan o gərginlik çıxır. Bu praktiki tərəfidir. Amma nəzəri tərəfi də bayaq dediyim kimi, ustad kəlamı ötürməkdir. Ustadnamə hər dövrdə aktuallığında qalır. Hər dövrdə. Düzdür, bəzən bir hava təqdim edirsən, orada ehtiyac olmur. Ancaq bir 5-6 hava təqdim edirsənsə, istər-istəməz hər bir sənətkar əvvəldə bir dənə də olsa ustadnamə deyir. O ustadnamə də onun
təkcə ustad kəlamı ötürmək yox, həm də özünü o məclisə hazırlaması üçün bir zəmin yaradır, bir yol açır. Aşıq Ələsgərdəki ustadnamələrin ən möhtəbərini, ən mükəmməlini, aşıq necə olmalıdır sualına cavabı Aşıq Ələsgər ustadnaməsi deyir. Aşıq olub tərki vətən olanın əvvəl başdan bir kamalı gərəkdir. Oturub durmaqda ədəbin bilən mərifət elmindən dolu gərəkdir. Bax, budur aşıq. Ədəb ərkan, mərifət elmi. Varındısa, aşıqsan. Düşünürsənsə, düşündürəcəksən. Yaşayırsansa, yaşadacaqsan, ötürəcəksən. Yox, bu kəlamı deyib, dalınla tərs mütənasib olan hərəkət edəcəksənsə, onda sən o sözün mənasını, məntiqini, deyimini, mahiyyətini, elmini dərk eləmirsən. Sadəcə əzbərləmirsən deyirsən. Məsələn, aşk havaları təqdim olunur. Hamımızın rast gəldiyi. Şən bir havadır, oynaq havadır. Elə qəmli söz oxuyurlar ki, hava səni hərəkət elətdirir. Söz səni ağladır və bilmirsən, qalmışsan ikisinin arasında. Təqdim eləyən də oynaya, elə gözəl təqdim edir, sanki belə olmalıdır. Burada böyük yanlışlıq var. Sənətçinin, sənətkarın elmi təfəkkürü zəifdir. Seçim təfəkkürü zəifdir. Sözlə musiqinin bağlantısını qurmaq lazımdır. Xarakterini qurmaq lazımdır. Sözlə musiqinin xarakteri üst-üstə düşmürsə, burada artıq sənətkarın özünün zəifliyidir və tamaşaçısına o cür təqdim eləyir. Bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə tamaşaçı görür ki, bu bundan artıq deyil, artıq onu cür qəbul eləyir. Və sonra da deyir ki, mən niyə möhtəbər havaları çalanda qulaq asılmır? Siz inanırsınız ki, mən toylarda Bəhmanı Mansırı çalmışam. İstəyiblər. Çox olub özü də. Təkcə oyun havaları deyil ki, təqdim eləmək söhbəti var. Havanın öz xarakterində təqdim eləmək var. Özünü necə təqdim edərsənsə, sənə qarşı da o cür davranacaq. Ona görə ustadnamə çox önəmli bir rola malikdir. Önəmli bir rol oynayır. Ustadnaməyə sadəcə bir söz yığını kimi baxmaq olmaz. Birdən sonra niyə ikisi deyilir? İkidən sonra niyə üç deyilir? Bax, gözəl bir məqama gəldik, çıxdıq. Aşılar arasında değişmə olur. Biri dedi, o birisi açdı. O dedi, bu açdı. Bu dedi, o açdı. Niyə sonra dayandırırlar? Qoymurlar sona qədər. Bax, bağlamalarda belə bir gözəl xüsusiyyət var, ustadların qoyduğu ənənə. Əgər bir aşıq bağlamanı deyir, ikinci açır, ikinci deyir, üçüncü açır. Ustadlar deyir, hər ikisi ustaddır. Artıq burada məğlub yoxdur. Niyə bağlamanı açmaq çətindir? Üçdən o yana icazə verilmir. Yəni, dördüncü olsun, beşinci olsun, icazə verilmir. Hər ikisinə ustadlıq, hər ikisi o yüksək zirvədə təmtaraqla qarşılanır. Görün, aşıq sənətinin nə gözəl qaydaları var. Dastançılıq ənənəsində nə gözəl bizim ötürülən mesajlarımız var. Bax, bugünkü günü Suriya, Hələb, Qəndahar, Əfqanistan, Qars, Türkiyə, Tiflis, Gürcüstan, dastanlarımızın hamısından keçir adları. Bu heç sizi düşündürmür. Bir aşığın orada nə işi var? Kim üçün çalıb oxuyur? O mənim dilimi bilmirsə. Niyə Avropa ölkələrinin bəzilərinin adı çəkilmir orada? O sənin dilini bilmir. Amma burada, orada bizlər yaşamışıq. Bizlər yaşamışıq. Dilimiz bir, musiqimiz bir, adətimiz bir, ənənəmiz bir. Bölünə-bölünə gəlmişik. Ona görə də dastanları nəyə lazımdır deyib üstündən keçirirlər. Bəziləri keçdirirlər. Ki sən bilməyəsən. Həmən dastandakı kodlardan biri də budur da. Bəli, elə Aşıq Qərib dastanında demir.
Dün gecə Hələb şəhrindən qaynadım, coşdum da gəldim. Yar möhnəti qövr eylədi sinəmdə, canımdan, başımdan keçdim də gəldim. Səhər namazını Hələb özündə, günorta namazını Qarsın düzündə, axşam namazını Yar Tiflisində, Mövlam qanat verdi, uçdum da gəldim. Yaxşı, bu aşıq qərib Tiflisdə anadan olmuşdu, onun Hələbdə nə işi var idi? Heç belə sual sizi düşündürmədi. Şah İsmail dastanında, Şah İsmailin Qəndaharda nə işi var idi? Bu sual sizi düşündürmədi. Eləcə də digər dastanlarımızın içərisində bu cür kodlar ötürülür. Sizi başa düşən, sizi anlayan yerə gedirsiniz ki, sənətinizi göstərəsiz, təbliğ edəsiz, oradan necə deyərlər, dastan dilindən desək, toy pulunu qazanasınız. Səni başa düşmürlərsə, kim səni dinləyəcək, kim sənə qulaq asacaq? Bax, dastanın ən böyük mahiyyətlərindən də biri budur. 100 il bizdən sonra gələn nəvələr, gəlmişik, getmişik, nə biləcəklər? Bizlərdən yadigar qalmasa bir şey, biz nələr etmişik, nə biləcəklər? Öyrədiblər, öyrənmişik, öyrədirik, öyrədəcəksiniz. Uğurlar.